Yaxşı deyirsən, insanlar bəli ölür gedir. Həzrəti Ömərin dediyi kimi insanların gözəl əməlləri qalır. Onların insanlara yaxşılıqları qalır. Çünki insan gedəndə onsuz da heç nə apara bilmir. Nəyi var? Hamısı fani dünya. Sadəcə nəfs-i insanı atır ora bura. İnsanların haqqına girir. Ondan sonra nə bilim mən ziyan vurur, yolu kəsir, ondan sonra ağacı kəsir, ondan sonra körpünü uçurdur, arxı doldurur, suyu zibilləyir. Bir sözlə Cenab-ı Allah'ın sevmədiyi işlərlə məşğul olur. Amma insan dərk etsə ki, sabah biz yenidən necə dünyaya gəldiyimiz kimi eləcə də qayıdacaq yarandığımız kimi. Çünki Cenab-ı Allah bizi yaradıb siz mənə dönəcəksiniz. Bu fani dünyada sadəcə mən sizi, məni dərk etmək üçün mən sizi yaratdım. Bu dünyanı bəzəyin, bu dünyanı dağıtmayın, ziyan vurmayın.